Hər birinizə salam, kanalıma və videoma xoş gəlmisiniz. Bugün gördüyünüz kimi fizika topluları var və bugün fizika işləyəcəm. Əslində bugün fizika yox, kimyada işləyəcəm, riyaziyyat işləyəcəm. Bugün birinci qrup olacam. Yəni ancaq birinci qrup fənlərini oxuyacam. Fizikadır, kimyadır, riyaziyyatdır. Ümumiyyətlə bu videonu çoxdan da eləmək istəyirdim. Çünki mən ümumiyyətlə qrupumu dəyişib dəyişməmək arasında gedib gəlirəm tez-tez. Ona görə də dedim birinci qrup olun, bir günü görüm nələr olur. Dostumdan da ki fizika toplusunu və hansı vəsaitdən öyrənirsə onu aldım və klon qanununu işləyəcəm. Birinci buradan oxuyacam klon qanununu. Təxminən bir iki şey yadımdadır, yəni düstur hələ də yadımda qalıb. Onu oxuyacam, daha sonra gəlib internetdən izahına baxım və fizika işləyəcəm. Bunu yəqin ki, hamısını işləyə bilməyəcəm. Nə qədər işləyə bilsəm, o qədər işləyəcəm. Elə isə mən gelim qaydanı oxuyum və izaha baxım. Daha sonra da başlayayım yazmağa.
İndi isə kimya işləyəcəm. Kimya biraz zəif olduğu üçün birinci hissədən birinci mövzunu işləyəcəm. Yəni adətən birinci mövzular asan olur deyənə bunu işləməyi düşünürəm. İndi qaydanı oxuyacağam və daha sonra işləməyə başlayacağam. Və Instagramda fizika oxuyan yerdə hekayə paylaşmışdım və bir çox mesaj gəldi ki, qrupu dəyişmisən. Yəni bu qədər gözləmirdim həqiqətən. Heç bizə tam şəkildə cavab verənmədim. Daha sonra hər şey danışacağım bir video gələcək. Onu gözləyin deyə bir açıqlama eləmişdim hekayədə. Amma yenə də bir müddət sizə yalan danışdığım üçün həqiqətən özümü məyus hiss edirdim. Yəni çox əylənirəm nədənsə bu videoda. Çünki birinci qrup olmağı mən həqiqətən çox istəyirəm. Hüququ çox istəyirəm. Ona görə də qrupumu heç cür dəyişə bilmərəm. Hər nə qədər mənim üçün üçüncü qrup çətin olsa da. Hər nəysə çox danışdım. Bir də mənim maraqlı olan bir şey var ki, kimya toplusu niyə bu qədər böyüdü? Yəni heç bir toplu belə böyük olduğunu düşünmürəm. Yəni 400 səhifəyə yaxındır. 390 neçə idi? 394-95 səhifədir və niyə bu qədər böyük olduğu haqqında sorğuluyuram həqiqətən. Çünki bunun ikinci hissəsi də var. İkinci hissəsinin haqqında bir fikrim yoxdur, bəlkə o az olar, amma bilmədim. Yəni bu qədər böyük olması məni təəccübləndirdi. İndi kimyanın ilkin anlayışlarını oxuyacağam. Məktəbdə biraz oxumuşdum əslində. Sadəcə yenə indi baxacağam biraz, çünki burada əzbərləməli şeylər var deyə düşünürəm. Yəni birinci qruplardan soruşdum ki, burada ya qeyri-metalları öyrənməliydim, ya da metalları öyrənməliydim. 21-22 dənə olan hansı idisə öyrənəcəm. Daha sonra burada bu eyni cinsli, müxtəlif cinsli qarşılıqlara baxacağam. Çünki onu topluda elə belə baxanda qabağıma çıxmışdı o suallar. Daha sonra burada nə var? Hələlik bu fiziki kimyəvi xassələri də oxuyacağam. Onsuz da oxumuşdum məktəbdə. Magnetliyi oxuyacağam. Hər nəysə, daha sonra isə başlayacağam işləməyə. Yəni belə. Deməli 21 dənə işlədim, 2 dənə sualı başa düşmədim. Bu suallar idi. Bunun izahına baxmaq istəmirəm, həvəsim yoxdur. Yəni bilənlər varsa 17-18-i mən izah eləyər. 21-ci sualda səhv işləmişəm. Burada da üzv maddələri soruşur, amma mən deyəsən qeyri-üzvləri seçmişəm. Burada qeyri-üzvünü soruşur deyənə heç şərtə fikir verməmişəm, qeyri-üzvləri seçmişəm. Ona görə B yazmışdım, cavab Y çıxıb, hər nəysə. Belə, yəni normal suallar idi, amma ilk bölmədir deyənə, yəni ilk bölməyə görə kimyanı dəyərləndirmək istəmirəm. Əlbəttə ki, növbəti mövzular daha çətin olar yəqin ki. Amma yəni bu qədər işlədim, maraqlı idi məncə. Belə.